Uşaqlar, salam. Videoya xoş gəlmisiniz. Deməli, gecə saat hazırda 01:03. Belə deyəm, işıq yaxşı düşsün və biz geriyə aeroporta. Hesab edinlə ikinci vlogumuzdur. Bu dəfə nəsə çəkiliş mənə elə gəlir ki, yaxşı olmalıdır. Görək necə olur. Başladıq. Başladıq başlamağına. Prosta bunu yandırdıq. Belə bu yansın, sönsün. İşığı da yandıraq. İşığı yandıramır. Aha. Belə bir olmağı daha yaxşıdır, yoxsa görək nə olur. Qaranlıqdır, ona görə bir balaca adam qorxur da. Ki, birdən görməzlər, eləməzlər. Ya Allah. Bunu da bağladıq, Laki da orada uzanıb. Bir dənə Stravanı da qoşaq. Məsafəmizi falan ölçsün. İnşallah. Kameranı da elə bir yerə qoymuşam ki. İnanın Allaha. Stravanı da başlatdıq. Yəni də YouTube'da özümüz üçün mahnı qoyaq. Ya da YouTube müzikdə qoyaq da. Ya da yox heç. Qoy elə belə gedək, sağ ol. Hələ belə gedib yarıda qaldı YouTube'dan da mahnı qoymaq. Hoppa. Bir balaca ondan narahatam. Məndə kamera action kamera deyil uşaqlar. Məndə kamera action kamera deyil yəni. O biraz narahatçılıq verir. Allah getdi. Hava da soyuqdur. Başladık da. Короче, hədəf aeroport. Hoppa, trasla gezirik aeroporta. Görək başımıza nə iş gəlir. Nə ki bir iş gəlməsin. Olsa bir dənəsi tema odur ki, yanımda heç bir şey yoxdur da, təkər partlasa eləsə. Bir balaca o şeydir. Problemli. Bunu da qoyum qoy yansın, sönsün. Hoppa. Siz gecə vaxtı yol çıxmağın ən əsas problemi odur ki, düz deyə işıqlar falan var, amma görməzlər, eləməzlər şoförlər. Baxma da gecə vaxtı təhlükə daha çoxdur. Yenə də deyirəm, tək inşallah bir problemimiz çıxmasın. Yaxşı olacaq. Bilirsiniz necədir? Cəmaət velo macəra var. Elman idi, səhv eləmirəmsə qaqaşın adı. Ona baxıram, o şeyə gedir. Yəni nə bilim, Astara ara gəldi gedir. Maşallah. İndi mən hələ təzə başlamışam deyənə sürməyə. İstər-istəməz qorxur da adam. Amma hər bir halda çıxmışıq da yola geyirik. İstəmirəm çox geç çatım. Çünki aeroportda işlərim var. O işlərimi görməliyəm də. Ona görə geç çatmaq istəmirəm. Yəqin bu motosiklet xarab olub. Bunlar da məndən 5 bir şeylə gəlirlər. Qaqaş risklidir amma bu yer. Allah uzaq eləsin. Deyənə bax da, yolun qırağı ilə gedir. Neyiniyim, burada velosiped yox, bir şey yox, hayra ilə. Bilirsiniz uşaqlar, bəziləri biz ola bilsin fikirləşəcək ki, niyə bu səki ilə sürmür? Olmur ya o səki ilə sürmək. 2 dəqiqədən bir çıx düş.
Mümkün deyil yəni. Ən rahatı yolla sürmək. Gəldik, çatdıq. Mərdəkan körpüsündəyik. Bir dənə sən Allah, yerdə çox suzad olmasın. Hələ qoşulun bunlarla geymeyin. Kuramadık sana kontak, savaşırım senin için. On bak, karikatür gibi sanki. Lombak, sensiz hayat her gün bana montak. Hoşlaşımız boşa gitti ziyana. Asla olmaz deme bana asla. Biliyorum beni bana ara. Ne bilmem ama arayama. Uşaqlar, deməli məndə bir dənə də yüngül problemi var. Bu qabaq skorets işləmir. Bugün nə qədər əlləşdim ki, onu düzəldim. Düzəldə bilmədim. İşləmir, yəni işləyir. Tüklədir ayarı da. Ayarını düzəldə bilmədim. Ona görə də böyüyə qoydum. Saxladım elə. Ona görə biraz belə yoxuşlarda tam belə ürəyim istəyən ən yumuşağa falan ata bilmirəm. Biraz yorucudur. İndiki vəziyyət. Oh. Bilirsiniz, nəyəsə başlamayana kimi hər şey adama qorxulu gəlir. Velosiped almaq istəyirsən, fikirləşirsən ki, ayda, hansı velosiped almalıyam? Nə bilim, işığım qutarar, nə bilim, zayatkası qutarar, belə olar, təkər partiyarı olar, bu olar. Əşi, bunları fikirləşəcəyinizə bir dəfə alın. Sonra görəcəksiniz ki, vallahi elə də rahat gedir. Yavaş-yavaş öyrənirsiniz də. Sistemi, prosesi başa da düşməyə başlayırsınız. Belə də. Bir dənə qərar verin, qərarlaşdırın. Nə velosiped alacaqsınız, harada əsasən onu istifadə edəcəksiniz. Qutardı. Ay nə bilim, sizə niyə oturanda siz də mənə bağışlayın, oram ağrıyır, buram ağrıyır. Yoxdur belə şey. Öyrəşirsən. Öyrəşməlisən. Sağlamlıq deyə bu. İndidən sağlamlığın qeydində qalmaq lazım. 55-60 yaşına çatanda hərəkət eləmək vallahi demirəm mümkünsüzdür. Amma gec ola bilər. Mən deməli velosiped aldım, o videosu var idi, bizdə paylaşmışdım kanalda. Onu da etiketləyərəm, bura qoyaram. Mən o videoda şey deyirəm. Bəs velo geyim almamışam da. Xüsusi geyimlər olur, hansı ki onları almamışam. Amma məncə almaq lazımdır, onu da almaq lazımdır. İndi mənə məsəl üçün tərləyirəm, külək də vurur. Özdə gedib orada çay içəcəm də, yəni orada bir yarım saat 40 dəqiqəlik bir toplantı olacaq. Həmin o iclasdan oturub tərli-tərli oturacam şeyə. İclasa soyuq da vuracaq, kondisioner də vuracaq bir tərəfdən. Olacaq əziyyət. Ona görə mütləq geyim məsələsini də gərək həll edeyim. Çünki həmin geyimlər təri bədəndə saxlamır. Yəni velosipedin bir şey ki, velo geyimdir də, yəni velosiped geyimidir. Bunun adı. Ona görə mütləq almaq lazımdır. Külək üstümüzə vurur. İnşallah qaydandan mənə avantaj eləyər. İndi çətinlik yaradır. Hoppa. Zövqlüdür, çox zövqlüdür uşaqlar. Velosiped superdir, super. İnanın mənə. Hökmən deyil ki, bahalı velosipeddən başlayasınız. Başlayın işlənmiş velosipeddən, ucuz velosipeddən. Necə cəmaat, siz də elə də. Yaxşı olacaq. Gəldik, çatdıq. Rahat marketə. Rahat qurumətə. Bu təzə açılandır.
baby I'm a trap star. Her şeyimiz ekstra. Elektronik Tesla. Money on my sehpa. Modum doğuştan yüksek. Or you cannot do cat. Vazgeç benden ya da beni olduğum gibi kabul et. Free love ya da yine tuzak. Ha, burada ışık azdır. Aslında var ya ışık. Ama düşmür bura. Yolu yaxşı işıqlandırmır. Bir də bilirsiniz uşaqlar, gecə sürməyə fikirləşənlər mütləq işıq qaytarıcı geyimlər olur. O parkovşiklər zat geyinən. Bəzən polislərdə falan da olur. Deyəsən polislərdə olur. Hə. O geyimlərdən mütləq alın. Qaranlıqdır. Hər nə qədər stopun işığı falan o bu olsa da yenə də görməyə bilər də sikimiz. En los ojos ella tiene fuego. Masa duygularla yapma duelo. İçmeliyiz bugün değilim okay bro. Got you sorry what I am afraid of. Frontal. Gəldik, çatdıq Mərdəkan yolundakı Aspetrola. Atarız format. Çok hızlı benim olsam vuramadık sana. Kontak. Savaşırım senin için. On bak. Karikatür gibisin. Lombak. Sensiz hayat her gün bana montak. Paslaşımız boşa gidiz yana. Asla olmaz deme bana asla. Biliyorum beni bana ara. Gelemin ara. Bir də eksiklərimdən biri nədir? 100% speedometr. Hələ kilometrajdır, sürətdir, onu önümdə monitor olmalıdır ki, orada rahat görüm. Garmin'in falan monitorları var. Görüm onlardan birini yerə divizyon edeyim. Burada bir dənə yolda görürsünüz yerdə şeylər var. Bilmirəm nə dərəcədə görsənir. Yerdə şeylər var. O qozlar, qoz ağacına düşürüyor. Qozlar. Ayda nədir onun adı? Qozdur elə. Nəsə onlardan var. Onlara təkər nazikdir. Yəni dəysə mənə elə gəlir ki, bizi biraz sağ-sol büdrədər. Ona görə istəmirik elə bir şey olsun. Gəldik, çatdıq binəyə. Qayıtmaq daha çətin olacaq ya, uşaqlar. Elə axırıq gedir. Qayıtmaq daha çətin olacaq. Çünki gedəndə yoxuş aşağı gedirik. Uşaqlar, bilirsiniz, Türkiyədə də, xaricdə də, bəlkə bizdə də var, yalan deyərəm. Bəzi blogerlər var ki, motovlogerlər, veloblogerlər. Mən heç tam velobloger deyiləm, amma heç. Bəziləri var ki, çıxır çölə ki, nəsə eləyim. Nəsə dava düşsün, dəliş bu. Oradan elə bir PR götürüm də, reyting yığım. Mən elə şey, mən valla çıxıram sakin. Mənə yəni dava qırğın olsun, mənim bütün gün həyatım dava qırğındır. Mən velosipedi sürürəm ki, sakitləşeyim. Əsəblərim sakitləşsin. Yəni elə bir şey varsa, yəni məndən görməyəcəksiniz də belə deyim. Elə niyyətiniz varsa, mənlik deyil o. Uşaqlar, bilməm bura haradır, gəlirik də, binədir, binə ətrafı yerlərdir bura. Aviasiya tərəfə çatırıq deyəsən. Biz inkişaf etməkdə olan ölkələrin siyasındayıq. Düzdürmü? Siz gedib baxın inkişaf etmiş ölkələrə. Hamısında velosiped önəmli yerdir. Hamısında. Bizdə hələ indi başlayır bu. Trend də belə desək. Amma əsas odur başlayır. Və bu dalğa davam eləyəcək. Aeroportun döngəsindəyik. Deyə, gülə-gülə, zarafat eləyə. Danışa-danışa axırda oradan da gəldik, çatdıq.
Bir də mütləq velosiped sürəndə işarələrə, dayanma durma yerlərinə, dayanma durma da demirəm, burada dayanmayın. Amma bizim burada stop var da. Nəqliyyat vasitəsini sürən stopa ona əsasən onu bilir, sürür. Bilir ki, buradan gələn gözləyəcək. Siz elə promoy gəlib buradan birbaşa keçsəz, o hesablamır da oradan kimsə gəlib keçər. Çünki onun orada baş yol işarəsi var. Ona görə mütləq işarələrə, yol hərəkəti qanunlarına mütləq riayət edin, mütləq. Ola bilər bizdə hər yerdə hələ ki velosiped işıqforları yoxdur, velozolaqlar yoxdur. Belə olan halda mütləq maşınlar üçün, adi nəqliyyat vasitələri üçün yol hərəkəti necə tənzimlənirsə, siz də o tənzimləməyə riayət edin. Bir də belə maşınların yanından keçəndə eləyəndə ehtiyatlı olun. Problem yaşaya bilərsiniz. Birdən də qapı açılar eləyər. Alo. Aeroportda kim var aeroportda? Qaqavuz gəldi. Ay belə. Nəyin qabağında? Hə, bildim. Gəldim. Yaxşı. Sən o. Samir, bir də mənim videoma bax, sən öl. Yolda zətdə mənə görsələr elə bilərlər turist adam. Dünən axşam mən gedirdim sarıya, meşəmərəm çəkilin girsin araya. İşığım zadım var da abi. Yanıb sənir də həcci. Ay belə, gəldi ya sənə. Necə gəldim ona? Yad eyləsin mənimlə gəlin. Nədir abi? Allah, bu nə küləkdir Allah? Ha, niyə ala sizin maşınları? Haradasın? Səbəb oyun tapdım. Bu da ne şahit? Mikrofon görüm düz işləyir. Hər şey işləyir. Qaydırıq. Paylaşmısan YouTube'da? Yox. Hə? Salam də izləyicilərimə. Paylaşdım usta. Allah gedək. Telefonu qoyuruq cibə, Stravanı davam etdiririk. 10.43 km sürmüşəm. Qaydanın da bir 20-11 olsa 21-22 km gəlirəm. Daha çox. Niyə ki? Cəhəndə düz gəlsən, körpüz atırsan. Gebraz Roaddan qaydasın. Azorotdan niyə qaydıram? Şeydən qaydıram, keçiddən keçir. Keçdə qaldırsa abi. Yox. Yəni işıqlarımız da etiraz qutarmazsan oldu. Oxa düşərəm. Getdi mi abi? En azından 25'te. Qurta qurtdur ya. Davay da kanzi. Görüşürüz. İşte öyle abi. Valla sağlamlık diye bu. Valla. Davay abi.
Hə, uşaqlar. Gəldik. Aeroportdakı işlərimizi sonlandırdıq. Saat neçədir? Saat heç baxmadım. İndi bir dənə buranı keçim, saata baxım görüm. Hoppa. Aeroportdan çıxırıq. Amma biraz hava soyuqdur. 2:55. 2:55-dir saat. Aeroportdan da çıxırıq. Qayıdırıq Buzovnaya. Bilirsiniz, təcrübə yoxdur, öyrəşməmişəm, gücüm yoxdur deyənə əl vermir, çox məsafələri sürə bilmirəm. Amma belə alışa. Birinci bir dənə Ağsu, Şamaxı oralara gedəcəm. Ondan sonra Allahın izni ilə yavaş-yavaş uzaqlara. Burası tək getmək biraz bilmirəm. Yenə deyirəm, o velo macəra, qaqaş. Halal olsun o qardaşa, valla. Tək elə hər yerə gedir. Çadırı zadı götürür özü ilə. Hara istəyir, orada geyir. Hoppa. Biraz ayağımda şu yorğunçuluğu var. Sağ ayağımda mənim biraz problem var, dizimdə daha doğrusu. Allah'tan. Ay Allah. Ay belə bu nə də var? Bu tərəfdən keçək. Yoxsa necə edeyim? Bəlkə kesin proaktiv gedeyim. Proaktiv gedəcəm. Axşam vaxtıdır. Yenə də deyirəm, üstümdə şey də yoxdur, işıq qaytarıcı da yoxdur. Yəni salamatı keçim, proaktiv gedim. Necə baxırsınız bu məsələyə dostlar? Allah, keçək o tərəfdən gedək. Biraz mahnı qoyum. Mahnıya qulaq asa gedeyim. Gözümdə Ray-Ban Meta var. Mənə elə gəlir ki, Ray-Ban Meta bəzi adamlar düz yan tərəfində bağlanmağını istəyir. Metada gözün yan tərəfi bağlanmır. Normal açıqdır da, yəni normal eynək. Mən amma belə, yəni gözümün önünü bağlamağa mənə bəs edir də. Ray-Ban Meta'nın da elə bil qulaqcıq kimi deyildi yəni. Tam mənə elə gəlir ki, velosiped üçün elə bil istehsal olunub bu. Həm mahnıya qulaq asa bilirsən, həm də qıraqdan səsləri eşidə bilirsən. Qarası biraz belə hip-hop style, energetik mahnılara qulaq asım yol boyu. Görək başımıza nə gəlir. Qapını döyürük tuk 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 tuk. Biz sırdık ama onlar kudurup. Ya telefonu götür ya da düş aşağı. Sonra danışarı kapını döyürük tuk 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 tuk. Biz sırdık ama onlar kudurup. Ya telefonu götür ya da düş aşağı. Sonra danışarı. Ortalık yine karışır. Senin seyrek başı ve her ihtimala karşı. Spokojne noci malışı. Dedilerim aklım kesmir, sözümü kesme. Bize iti dili uzatmak özüne kesti. Keyfiyet şərtdir, tərzimiz dərsli. İl ötür qocalmırıq, oluruq klasik. Mən lazımam qardaşıma rapim yox. Qoy mənim aləm parıldasın, mənim sepim yox. Sənin kərpicin var, evin yox. Əsas qalxmaqdır, yıxılmağın eybi yox. Körlama mudu, sözümün qısası niyəsə mənə gəlir uzun. Siz dələ qurunamı unutmayın bizi mən. Amma hamıya maraqlıdır, hamı salam verir. Gecə vaxt köşə bu. Bu dəli də, yəni yaxşı mənada bu dəli kimdir? Çıxıb gecə vaxtı velosiped sürür. Daha demirlər, dəli aeroportdan gəlir. Dayanacağın yanından Zuğulba yolu 37. Buradan sağollaşaq sizlə uşaqlar.
Kameranı götürək. Uşaqlar bilmirəm da nə dərəcədə görsənirəm. Başımda belə kaskadır, burada kameraydı. Burada bizim velosipedimizdir. Velosiped də tam çəkənmədim, üzümü tutub. Belə. Sağ olun uşaqlar. Sağlıqlı olun. Həyatda nə ürəyiniz istəyir, onu eləyin. Əgər hoppa üzümü tuta bilmir, hə? Əgər ürəyinizdə hansısa arzunuz varsa, gerçəkləşdirə bilirsinizsə, vaxtınız nə qədər ki var, o arzularınızı gerçəkləşdirin. Həyat hamımız üçün 10 dəqiqəlik bir yuxudan ibarətdir. Məni bəyəndisə, kanalımı bəyəndisə, videoları bəyəndisə, videoları bəyənməyi daha doğrusu, şərh yazmağı, kanala abunə olmağı, kanalımı izləməyi, məni sosial şəbəkələrdə izləməyi unutmayın. Sağ olun, sözün əsl mənasında sağ olun.